sevgidən gedir. Mən kimin sevimlisiyəmsə, Əli də onun sevimlisidir. Bundan əlavə biz sevimlisi Mövla sözünün mənası məhəbbə mənasında hardan başa düşürük? Hadisənin səbəbindən. Hadisənin səbəbi dəlalət edir ki, Mövla sözündə murad sevgidir. Peyğəmbər sallallahu aleyhi və səlləm əlini göndərir hara? Yemənə. İmam əlini göndərəndə orada Əli radiyallahu anhu biraz özü üçün istifadə edir qənimətlərdən. Bəzi sahabələrdə incili yaranır. İncillər Əlidən. Səbəb budur yəni. Gəlib çatanda, hamısı qarşılaşanda o Qədir Xumda Peyğəmbər sallallahu aleyhi və səlləmə söhbət çatır ki, Əlidən incillər. Orada deyir ki, Əli haqlıydı, yəni haqq edib. Özünə istifadə edib, düz elib. Əli olar. Amma incili qalıb axı, düzdür? Bəzi sahabələr incimişdi. Görür, bu söhbəti öldürmək üçün, bağlamaq üçün çağırır, deyir ki, mən kuntu mevlahu, fəaliyyum mevlahu. Bağlanır söhbət. Mən kimin mevlasıyam, sevimlisiyəmsə, Əli də onun sevimlisidir. Qutardı söhbət, qardaşım. 18-i gəlib çatırlar yolda Qədir Xum deyilən bir yerə. Qədir Xum. 5 gün yol qət ediblər elçin. Artıq Yəmən əhli gedib Yəmənə. Nə bilim, Taifdə olan Taifə, Şamda olan Şama. Yəni artıq dağılıblar hamısı. Burada Qədir Xumda qalıb kim? Mədinə əhli ancaq. Mədinəyə gedən insanlar və Mədinə əhli. O tərəfin cəmaatı. Aydın oldu axı. Bu vaxtı Peyğəmbər sallallahu aleyhi və səlləm söhbət açır. Niyə bu vaxt açır sual? Bu cəmaat üçün idi, xüsusidir bu. Başqalarının yeri yoxdur bunu danışmağa. Vallahi lazım olsaydı, həcdə, Arafada danışardı söhbəti. Xəlifəli idi, xəlifə təyin eləmək istəmirdi, Arafada deyərdi. Münasib yoxsa yox orada? Müzdəlifədə deyərdi, Minada deyərdi, bütün cəmaatın içərisində. Xəlifəli söhbəti olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm bütün cəmaatın içərisində deməli daha münasib idi deməsi. Lakin demədi. Hamı yayılandan sonra öz yerlərinə, məkanlarına, evlərinə qaydandan sonra Qədir Xuma çatanda qalırlar özləri. Bu vaxt Peyğəmbər sallallahu aleyhi və səlləm danışır orada. Sizin üçün həmin o səqələyin deyir. Təraktu fikum səqələyin. Sizə 2 səqələyin tərk edirəm. Allahın kitabı və əhl-i beytim. Əli əhl-i beytidir. Və orada əlini bilirək söhbəti. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Vəhabilərin Qədir Xumla bağlı gətirdikləri şübhələrdən biri də bundan ibarətdir ki, güya Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Mövla sözünü dost mənasında deyib. Və güya bu vəhabilər də indi yaxşı bir məqam tutublar, şiənin əleyhinə dəlil gətirirlər. Və dəlil də nədir? Dəlil bundan ibarətdir ki, biz səbəbə baxırıq ki, Peyğəmbər nə səbəblə dedi ki, mən kimin mövlasıyam, Əli də onun mövlasıdır. Səbəb də budur ki, bəs arada bəzi sahabələrlə inciklik olub, İmam Əli əleyhissalam nəsə qənimətləri böləndə özünə götürüb, sahabələr ondan inciyiblər, gəlib şikayət ediblər. Peyğəmbər də söhbəti bağlamaq üçün deyib ki, mən kimin dostuyam, Əli də onun dostudur. Baxın, həm hiləgərdirlər bu tayfa, həm hiləgərdir, müəyyən hilələrə əl atırlar, həm də elə bilirlər ki, elə bütün insanlar bunların ağlındadır. Sən insanda təfəkkürə, ağla bax ki, gör insanları necə alladır. Yəni, sənə kim dedi ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm başqa heç bir qəsdə ola bilməzdi, ancaq və ancaq küsürləri barışdırmaq üçün belə deyərdi. Mümkündür ki, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm Allah orada ona əmr etsin o məsələni və gəlsin bəzi sahabələrlə arada mübahisənin yarandığı günə təsadüf eləsin. Belə də ola bilər də. Sən hansı dəlillə bunu inkar edirsən ki? Bəli, inciklik ola bilər. Necə ki, inciyən insanlara Əli, mən kimin sevimlisiyəm, Əli də onun sevimlisidir deməklə aralarında ülfət, dostluq yaratmaq mümkündür. Eləcə də mən kimin rəhbəriyəm, Əli də onun rəhbəridir deməklə də söhbəti bağlaya bilər, aradakı incikliyi aradan qaldıra bilər. Yəni sən güya ağıllı çıxmısan və insanlara güya ağıl öyrədirsən ki, biz səbəbə baxırıq. Peyğəmbər bunu elan edəcəkdi, amma gəldi həmin günə təsadüf elədi. Həmin günə üst-üstə düşdü ki, o gün İmam Əlidən əleyhissalam incidilər. Yəni bizim dilləcəsi bir güllə ilə 2 quş vurmaq. Həm imamın xəlifəliyini elan elədi, bəyan elədi, həm də aradakı incikliyi aradan qalxdı. Çünki necə ki mən kimin dostuyam, Əli də onun dostudur deməklə incikliyi aradan qaldırmaq olar,
Eləcə də mən kimin xəlifəsiyəm, mövlasıyam, ağasıyam, əli də onun ağasıdır. Deməklə də İncili aradan qaldırmaq olar. Və sonra nə gətirir? Nə dəlil gətirir? Güya deyir ki, bəs əgər xəlifəliyi elan etmək idisə, niyə bunu Minada demədi, insanların çox olduğu yerdə demədi, gəldi, çatdı Qədürxum adlı yerə, balaca bir yerdə Mədinə əhli və ancaq Mədinə əhlinə bunu dedi. Bu da insanları aldatmaqdan başqa bir şey deyil. Niyə görə? Ona görə ki, əvvəla biz Qədürxum hadisəsinə baxanda görürük ki, orada Səqələyn hədisini Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub. Özləri də Vəhabilər etiraf edirlər. Deyirlər, Peyğəmbər ora çatdı, dedi ki, mən sizə 2 ağır əmanət qoyub gedirəm Səqələyn. Qaydandan sonra Qədürxuma çatanda qalırlar özləri. Xalid ibn Valid özü burayı da, hansı ki inciyənlər. Bu vaxt Peyğəmbər sallallahu aleyhi və səlləm danışır orada. Sizin üçün həmin o Səqələyn deyir. Taraktu fikum Səqələyn. Sizə 2 Səqələyn tərk edirəm. Allahın kitabı və əhl-i beytim. Əli əhl-i beytidir. Biz bundan ötürü Silsilətül Əhədisi Sahihə kitabına müraciət edirik. Vəhabi şeyxi Əlbaninin kitabıdır. 4-cü cildə müraciət edirik. Məktəbətül Məarif lin-Nəşr və Təvzi' tərəfindən çap olunan nüsxə. Səhifə 355-356. 355-də 1761 rəqəmli rivayət var. Deyir ki, Yə əyyuhənnəs, ey insanlar, İnni qad tərəktu fikum mə in əxəztum bihi ləm tadillu kitaballahi və itrəti əhlə beyti. Deyir, ey insanlar, mən sizə elə bir şey qoyub gedirəm ki, ondan tutsanız heç bir zaman azmazsınız. Allahın kitabı və mənim itrətim əhli beytim. Bunu deyəndən sonra 356-da deyir ki, qultu lakinnəl hədisə sahihun. Əlban deyir ki, mən dedim ki, hədis səhihdir. Fə innə ləhu şahidən min hədisi Zeyd ibn Ərqam. Deyir ki, bu hədis üçün Zeyd ibn Ərqamdan da bir şahid var. Qalə, o belə dedi. Qamə Rasulullah sallallahu aleyhi və səlləm yevmən finə xatibən biməin yud'a xummən beynə Məkkətə vəl-Mədinə. Deyir, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bizim aramızda xətib kimi qalxdı. Bir yerdə ki, suyun kənarına, quyunun kənarına ki, o Xum adlanırdı. Məkkə ilə Mədinə arasında və Allah həmd etdi, səna etdi, moizə etdi, zikr etdi, xatırlatdı. Thumma qal, sonra dedi, əmmə bə'du, amma sonra, ələ əyyuhənnəs, ey insanlar, agah olun, ənə tərikun, fikum Səqələyn, mən sizin aranızda 2 ağır əmanət qoyub gedirəm. Həmin Səqələyn hədisini dedi. İndi Vəhabiyə sual verir. Səqələyn hədisində Səqələyn nədir? 2 ağır əmanət, biri Quran, biri Əhl-i Beyt. Görəsən, hansı ağıllı Vəhabi düşünər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Qur'ana əmanət qoysun və desin ki, mən aranızdan ayrılıb gedirəm, Allah məni çağırır və sizin aranızdan gedirəm, aranızda 2 ağır əmanət qoyuram. Hansı ağıllı Vəhabi düşünər ki, Peyğəmbər Qur'anı əmanət eləyir, vəsiyyət eləyir ümmətə, elə bir şey qoyur ki, deyir ki, ondan yapışsanız azmazsınız, bunu az insanların içində düşün. Hansı ağıllı Vəhabi bunu qəbul eləyər? Yəni, yaxşı, Əhl-i Beytdə davamız var, qoyduq kənara. Peyğəmbər Quranı əmanət eləyir. Deyir, mən sizin aranızdan ayrılıb gedirəm. İnsanlara deyir, bunu bir dənə Mədinə əhli üçün deyir. Mədinə əhlinə deyir ki, sizin aranızda Quran qoyub gedirəm, Qurandan möhkəm yapışın, azmazsınız. Yəni, hansı ağıllı Vəhabi düşünər ki, Peyğəmbər bu qədər əhəmiyyətli bir şeyi təkcə Mədinə əhli üçün desin. Mütləq onu insanların arasında deyib, çox saylı insanların arasında. Hətta qəbul edək ki, az saylı insanların Mədinə əhlinin arasında deyib olsun. Qur'andan yapışın, Qur'andan yapışsanız azmazsınız. Nəsihəti çox böyük bir nəsihətdir, əzəmətli bir nəsihətdir. Az insanın da yanında demiş olsaydı, Peyğəmbər bilirdi ki, insanlar bunu digərlərinə çatdıracaqdılar. Necə ki, Əbu Bəkirin xəlifəliyini çatdırdılar. Məgər Əbu Bəkir xəlifə olanda Minada onu xəlifə elan elədilər ki, hamısı bilsin. Və yaxud da Əbu Bəkir Öməri təyin eləyəndə bütün insanlar ora yığılmışdı. Bütün Şamdan, Misirdən, oradan buradan hamısı yığılıb gəlmişdi ora. Xeyr, çıqqılı bir dənə şəhər idi Mədinə, orada yığılmışdılar. Onu seçdilər xəlifə, az saylı barmaq sayında insanlar tərəfindən seçildi. O da özündən sonra Öməri təyin elədi. O da Ömər də özündən sonra şura qurdu. Hamısı Mədinədə baş verdi. O vaxtda WhatsApp yox idi ki, Ömər Osman götürsün, tez Şama Muaviyə yazsın ki, hə, bəs Ömər xəlifə oldu. Yox, Attəvə dövründə 5-6 aya gedib xəbər çatırdı başqa vilayətlərə. Və onlar da bilirlər ki, Mədinə əhli bunu seçib və salam bu ilə də razılaşdıq.
Yəni elə şübhələr ortaya atırlar ki, hörümçək torundan da zəif, ancaq özlərini rüsva edirlər. Çox insan yox idi, mən nə bilim, az insan idi. Peyğəmbərə ağıl öyrədirlər. Xəlifə seçmək isə çox insanların içində seçərdi, xəlifə deyir. Peyğəmbər bilirdi ki, az insanların da içində olsa yayacaqlar cəmaata. Hətta bizim mənbələrimizdə var, Peyğəmbər deyir, dayanın arxadakılar gəlib çatsın, qabaqdakılara deyin qayıtsınlar. Burada olanlar, burada olmayanlara bu xəbəri çatdırsınlar. Sənə necə gəldi çatdı 1400 il sonra bu xəbərlər? Həmin xəbərlər Mədinədən sonra cəmaata da çatacaqdı. Hə, sən nə deyirsən? Sən deyirsən ki, yox sahabelər xəyanət edib çatdırmayacaqdılar. Və Peyğəmbər ki, sallallahu aleyhi və səlləm buyurur ki, iki ağır əmanət, biri mənim əhl-i beytimdir. Əhl-i beytdən də bir fərd kimdir? İmam Hüseyn aleyhissalam. İndi fikir verin. Əlbani deyir ki, bu hədis səhihdir. Peyğəmbər deyir, özümdən sonra Quran və itrəti qoyuram. İtrət də əhl-i beytdir. Əhl-i beytdən də bir İmam Hüseyn aleyhissalam. Deməli, İmam Hüseyndən yapışsanız heç zaman azmazsınız. Amma Vəhabilər azıblar. Niyə? Çünki Vəhabilərə görə İmam Hüseyn aleyhissalam Yezidə qarşı xuruc etməklə səhv etmişdi. Özləri deyirlər, barbar bağırırlar, iştahla ağızları sulana. Amma Peyğəmbər nə deyir? Peyğəmbər deyir ki, Əlbani təsih eləyib bu rivayəti. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, sizin aranızda əhl-i beyti qoyub gedirəm. Ondan yapışsanız, lən tadillu, heç zaman əbədi, heç zaman azmayacaqsınız. Deməli, İmam Hüseyn aleyhissalam qiyam eləyəndə onun yanında olanlar azmadılar, səadətə onlar çatdılar. Haqq olan o idi. Amma o sahabələr ki, üzürsüz yerə tərk elədilər imamı, bu günə qədər Vəhabilər ki, imamı səhv hesab edirlər, hamısı azıblar yollarını. Dəlil də Peyğəmbərin sözüdür. Davavız varsa Peyğəmbərlə dava edin. Əlbani ilə dava eləyin. Peyğəmbər də qeyd şərt gətirməyib hansı məsələdə yapışsanız azmazsınız. Mütləq şəkildə buyurub. Bir dənə qeyd vurmayıb ki, mənim məqsədim filan məsələdir. Xeyr, deməli bütün məsələlərdə əgər Əhl-i Beytdən İmam Hüseyndən əleyhissalam yapışsanız, heç zaman yolunuzu azmazsınız. Deməli, Vəhabilərin bu şübhəsi puçdur, hörümçək torundan da zəifdir. Özlərini rüsva etməkdən başqa heç bir şey yaramır, hiləgərlikdən başqa bir şey deyil. İnsanları səfeh yerinə qoyurlar, bu cür boş-boş mənasız şübhələr ortaya atırlar. Elə bilirlər ki, elə insanların hamısı bunlar kimi eyni təfəkkürdədir, dayaz düşünürlər, səthi yanaşırlar məsələlərə. Amma məsələlərə baxanda görürsən ki, xeyr, əslində belə deyil. Və azmalarının da ən böyük dəlili bundan ibarətdir ki, deyirlər İmam Hüseyn aleyhissalam səhv eləmişdi hakimə qarşı çıxmaqla. Çünki onlarda hakim zalim də olsa ona qarşı çıxmaq olmaz. Amma İmam Hüseyn aleyhissalam qarşı çıxıb, Yezidə qarşı çıxıb, lənətullah aleyh. Və Peyğəmbər də təsdiqləyir, deyir ki, İmam Hüseyndən yapışsanız heç zaman yolunuzu azmazsınız. İmam Hüseynin də mövqelərindən biri buydu ki, hakim zalimdir və ona qarşı çıxıb Peyğəmbərin dinini, sünnəsini qorumaq lazımdır. Vəhabilər deməli azğındılar. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.